Sizə 380-390 min dəyərində olan evi 280 min manata çəkişini edirik, hörmətli izləyicilər. Evimiz tanınmış bir şəxsin bağ evidir və bütün əşyaları ilə birlikdə 280 min manata satışa çıxarıldı. Gördüyünüz qədəri jalüz qapı, yəni pultla idarə olunur. Altının üçə baseniyə, bu həyətdə döşəmə daşın yarım qalmağının səbəbi basenin əlavə olunmağıdır. Həyət üçün addelini sanuzeli, əl yumaq üçün bulağı, manqalnisi, yəni bir sözlə çox ideal, özü üçün tikili və gördüyünüz hasar hissəsinə qədər hər biri qabancıq daşla düzəldilib. Yəni evin bugünkü gün üçün həyətin o yarım qalan basenin yan hissəsindən başqa heç bir xərcə ehtiyacı yoxdur. Qiymətimiz 280 min, mərtəbə arası monolit beton. Həmçinin 2 mərtəbə olmağına baxmayaraq yerdən 5 daş kürsüdə, 4 dənə eyvanı, daha doğrusu 3 dənə. İndi isə keçək evimizin daxilinə tanış olaq. Bir daha qeyd edirəm ki, 280 min manata bütün əşyaları ilə birlikdə satışa çıxarıldı. Ünvanımız isə Zabrat Maçdağ magistralı, tamamilə gir yaşa evdir və evimizin keyfiyyətinə heç bir qüsur, nöqsan ola bilməz. İstəsəz həm eyvan hissəsindən mətbəxə də daxil ola bilərsiniz, həm görürsünüz qonaq otağından yenə də eyvana daxil ola bilərsiniz və həmçinin ümumi giriş olan birinci mərtəbənin əsas girişindən də daxil ola bilərsiniz. 2 eyvanlı, şəxsi tikili, monolit betonlu, sənədimiz tam mülkiyyət çıxarır, mərkəzi kanalizasiya, yəni bir sözlə evdə nöqsan, qüsur olacaq heç bir nöqtəsi, hissəsi yoxdur, belə deyək. Daxil olarkən, baxın, sol hissədə bizi mətbəx qarşılayır və təbii ki, bunların hər biri yenə qeyd edirəm, hörmətli izləyicilər. Yəni, belə görsədə özünüz təxminən anlayacaqsınız ki, hansı qiymətdən və keyfiyyətdən söhbət gedir. Boş, Samsung, həmçinin digər avadanlıqlar, qab yanı, paltar yanı, görürsünüz ki, hər biri brend bir markadır. LG, yəni bunlar çox da ayrıntılı göstərməyə ehtiyac yoxdur. Yəni, nəticədə qısa olaraq sizə anlatmağa çalışdığım odur ki, görəsiniz ki, həqiqətən çox keyfiyyətli, yəni evdə bunu almayım, ucuzdur deyiləcək heç nə istifadə olunmayıb. Yəni, hər şeyin ən yaxşısı nədirsə, o həm əşya üçün, həm elektronika üçün istifadə olunub. Və bir daha qeyd edirəm ki, evimiz yerləşir Zabrat Maçdağ magistralı. Tam yola yaxın, şəxsi tikili, 3 sotda, 6 otaqlı, 2 mərtəbəli, 3 eyvanlı, deməli, 3 hamam sanuzeli evin daxilindədir. Biri ümumi giriş, digər ikinci mərtəbədə eyni qaydada və həmçinin otaqda özünə məxsus hamam sanuzeli var və bütün aksesuarlar hər biri xüsusi keyfiyyətlə və özənlə düzəli bir avadanlıqlardır. Və diqqət edirsinizsə, hörmətli izləyicilər, yəni burada bütün əşyalar qurulub, ev tikilib, amma yaşayış olunmayıb. Yəni birbaşa inşallah ki, real müştəri ilə, ev sahibi ilə danışıq aparıldıqdan sonra yəqin ki, həmin tanınmış şəxsi də inşallah ki, o real danışıq vaxtı görəcəksiniz. Bütün pilləkənləri gördüyünüz qədəri mərmər, həqiqətən çox ideal və gözəl bir evdir. İnşallah da ki, ikinci mərtəbədə yerləşən bizim bir otağımız var ki, ora daxil olanda yəqin ki, biləcəksiniz ki, həmin tanınmış şəxs hansı işlə məşğul olur. İkinci mərtəbədə yerləşən özünə məxsus hamam sanuzeli, bu ümumidir. Görürsünüz ki, yəni bütün aksesuarlarına qədər hər biri quraşdırılıb. Digər yataq otağımız. Yəni bir daha qeyd edirəm ki, hörmətli izləyicilər, 380-390 min manatlıq evdir. Hal-hazırda bazara çıxan satış dəyəri isə 280 min manatdır. Yəni bunu hal-hazırda 100 min manat öndəsiz. Bu isə ev sahibinin, deyək də belə qeyd edək ki, uşaq otağıdır, amma hal-hazırda əşyalarla bağlı buranı da qaldırov ediblər. Bax, gözəllik buradadır, bax, hörmətli izləyicilər. Yataq otağı, həmçinin eyvana çıxış, həmçinin özünə məxsus hamam sanuzeli, görürsünüz və hər biri tam şəkildə hazır, heç nəyə də qəpik belə olsa ehtiyac yoxdur. Bir sözlə gir yaşa. Cəmi 280 min manat. İpotekaya da yararlıdır evimiz.
Bank vasitəsilə də götürə bilərsiniz. Təbii ki, inşallah ki, bunlara ehtiyac olmaz. Nağd şəkildə gəlib real danışıq da apara bilərsiniz. Qiymətimiz 280.000 manat. Tam mülkiyyət çıxarış, evin də, torpağın da çıxarışı mövcuddur. Gördüyünüz qədəri həm yataq otağından, həm ümumi giriş, eyvan hissəsinə çıxış eləmək, giriş eləmək mümkündür. Əsas gözəlliklərdən biri nədir, hörmətli izləyicilər? Biri buradır, təbii ki. Bu sırf ev sahibinin paltar otağıdır. Gördüyünüz qədər, yəni bunların da hər biri xüsusi diqqətlə və xüsusi keyfiyyətlə düzəldilmiş bir avadanlıqlardır. Yəni, belə deyək də, qiyməti çox da ucuz deyil. Gördüyünüz qədər də ki, yəni ehtiyac olarsa sizə istifadə edərsiniz, hazırdır. Ehtiyac da olmasa, yəni hazır bir otaqdır. İndi isə eyvan hissəsinə çıxış eləyək. Əsas gözəllik bilirsiniz hardadır, hörmətli izləyicilərim, bax burada. Burada qəşəng çayını, kofeni qoyursan, otursan, istirahət edirsən. Yay da oldu, pəncərəni açırsan, çöldən içəri gələn sərin meh insan həqiqətən də valeh edir. Yəni, gözəllik. Sağı solu sıx yaşayış və həmçinin bahalı evlərdir. Qiymətimiz 280.000 manat. Bir daha qeyd edirəm ki, real alıcıya ev sahibi tərəfindən real qiymət endirməyi mütləq qaydada olunacaq. Və nəzərinizə çatdırım ki, bu evin bu dəqiqə bazar dəyəri 100-120 min aşağısına satışa çıxarılıb. Təbii ki, yenə də buna nə xərc qoyulub, hansı avadanlıqlardan istifadə edilib, onun söhbəti getmir. Yəni, yenə də bu qiymətə çıxardaq. Biz də gəldik, baxdıq ki, həqiqətən real bir qiymətdir. Demək ki, çəkib paylaşmaqda bir fayda var. Siz də hörmətli izləyicilər, evinizi, bağ evinizi, mənzilinizi satmaq istəyirsinizsə, səhifədə qeyd olunan hər üç nömrənin biri ilə əlaqə saxlayın. Ətraflı məlumat və bu kimi evlərə baxış üçün əlaqə saxlayın.